Salam, mənim kanalımın gözəl xanımları, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Əziz xanımlar, mən bu gün balıq hazırladım istədim. Sizlərlə də hazırlanmasını, bişməsini çəkəm, göstərəm. Qızlar, mənim ən çox sevdiyim balıqlardan biri də çəkidir. Çəki balığını inan ki, elə çox balıq sevən deyiləm, digər balıqları da. Bu gəlib gedəm, nə qədər yesəm, doymaram da. O dərəcədə çox dadlıdır. Həm də yağlı balıqdır mənə elə gəlir ki. Çox quru balıq deyil də. Əslində qalsa sazan da deyilir, amma biz tərəfdə, bizim zona tərəfdə çəki balığı deyilir buna. Sizlərdə nə deyilir bu balığa? Həm çox dadlı olur, həm çox gözəldir. Bilmirəm, mənim üçün bir ayrı, qeyri-adi bir dadı var da, bu balığın. Çox özəldir bu balıq. Uşaqlığımdan bu yana sağ olsun. Atam bilirdi ki, bu balığı çox sevirəm, hər zaman alırdı, gətirirdi. İndi də yoldaşım sağ olsun, bilir ki, bu balığı çox sevirəm, hər dəfə alanda da bunu alır. Yoldaşım parel balığını sevir, mən onu sevmirəm. İnanın ki, bilmirəm də, mənə çox dadsız gəlir o balıq. Amma bunu çox sevirəm. O da məcburiyyətdən mən hansını sevirəmsə, sağ olsun, onu alır, gətirir. Bəzən də özü üçün də alır. İnanın ki, çox əziyyətlə yeyirəm də mən o balığı əgər aldığı zaman. Burada qızlar duzlayıb istiotlamışdım. Yadımdan çıxmışdı çəkməyə. Ona görə təzədən yenə duz istiot əlavə vurdum ki, çəkilişə düşsün də. Bəs siz hansı balığı sevirsiniz? Mənim ən çox sevdiyim, ən çox belə, nə qədər desələr ki, bunu yeyə biləcəyim balıq, çəkidir, sazan. Çox sevirəm. Ona görə də, qışda vəbşə həftədə 2 dəfə belə hazırlayıram. Çünki çox xeyirlidir, çox vitamindir. Və qızlar, mən balığı qızartdığım zaman əsla un vurmuram. Un vuranda, balığın dadını hiss etmirəm. Həm də o unun dadını hiss edirəm. Ona görə də heç sevmirəm. Bol yağda, qızğın tavada mən o balığı qəşəngcə qızardıram, o üz-bu, hər tərəfli. Alüminium tava deyirlər. Bax, onda mən qızartmamışam, unsuz. Yalan deyirəm. Amma belə tavallarda qızartsanız mütləq ki, un sevmirsinizsə, istifadə etməyin. Çünki balığınız tam qaranti edirəm ki, yapışmayacaq. Burada da gördüyünüz kimi. Mən sizlərlə sağollaşıram, əziz xanımlar. İnşallah videomu, kanalımı bəyənsəniz, mənə dəstək olmaq üçün abunə olub like etməyi unutmayın. Hələlik.